Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması üçün rəsmi müraciət edilib. Şimal-Qərb bölgəsində yerləşən, tarixi və mədəni mərkəz kimi tanınan Şəkidə fəaliyyət göstərən universitet, bölgədə mədəni həyatın inkişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. 1991-ci ildə Bakı Dövlət Universitetinin Şəki filialı adı ilə fəaliyyətə başlayan bu ali məktəb, hazırda Pedaqoji Universitetin filialı kimi fəaliyyət göstərir. Ali təhsil ocağının professor müəllim heyəti, eyni zamanda maddi-texniki imkanları onu demək əsas verir ki, məktəb dövlət universiteti kimi müstəqil fəaliyyət göstərmək qabiliyyətindədir. Şimali-Qərb bölgəsinin, xüsusilə Şəki şəhəri ki, onun mərkəzi hesab olunur. Şəki həm də mədəniyyət, tarixi bir məkandır, mədəni mərkəzlərdən birisidir. Burada ali təhsil müəssisəsinin, müstəqil ali məktəbin yaradılmasına çoxdan ehtiyac var. Mövcud infrastruktur müstəqil ali məktəbə çevrilmək üçün əsaslar yaradır. 86 nəfər professor müəllim heyətində əməkdaş çalışır. Onlardan 4 nəfər elmlər doktoru, 1 nəfər professor, 2 nəfər dosent, 17 nəfər fəlsəfə doktoru, onlardan 8 nəfəri dosent elm adına malikdir. Əməkdaşlarımızdan 3 nəfər Respublikanın əməkdar müəllimi, 1 nəfər isə Respublikanın əməkdar həkimi fəxri adlarına sahibdirlər. Hal-hazırda bizim 40-dan çox rayon və şəhərimizdən tələbələr burada təhsil alırlar. Şəki Dövlət Universitetinin yaradılması Şəki və ümumilikdə bölgənin inkişafı baxımından da əhəmiyyətlidir. Həm rayonumuzda olan, həm də digər rayonumuzda olan tələbələr və abituriyentlər universitetimizə gələrək digər peşələrdə yenilənə bilər və beləcə həm digər peşələrə sahibi ola bilərlər, həm də daha geniş miqyasda işlər görülə bilər. Və bizim universitetimizin yüksək dərəcədə təhsil səviyyəsi var. Mən burada oxuyuram və bütün həm müəllim kollektivimiz, həm idarə kollektivimiz həqiqətən çox yaxşı işlər görür bu mövzuda. Əminəm ki, digər ixtisaslar da burada açılsa, həmin ixtisaslar üzrə də yüksək nəticələr əldə olunan tələbələr yetişdirərək ölkəmiz üçün nümunəvi gənclər yetişdirə bilərlər. Belə müstəqil bir dövlət universiteti olsa, burada yeni ixtisaslar yaranacaq və bu ixtisaslardan tələbələr rahatlıqla istifadə edə biləcəklər. Və düşünürəm ki, bu universitetin adı dəyişilsə, Şəki Dövlət Universiteti olsa, özü də müstəqil olsa, Azərbaycanın ən güclü regional təhsil mərkəzlərindən biri olacaq. 34 illik fəaliyyəti dövründə filialda ali məktəb üçün qaynedici elmi pedaqoji kadr potensialı formalaşdırılıb. Hazırda Pedaqoji Universitetin Şəki filialında 10 ixtisas üzrə kadr hazırlığı aparılır. Filialın bir sıra xarici ölkələrin elmi müəssisələri ilə də sıx əməkdaşlıq əlaqələri mövcuddur.